Çox şükür bugün daha yaxşıyam. Hətta daha Bəli, yaxşısan. bayram arasındayam. Bayram vaxtlardan daha çox necə olacaq? Hə. Belə daha enerjili, yemişəm şirniyyatları, daha belə enerjiliyəm, daha İndidən yaxşıyam. artıq bişirmisiniz şirniyyatları. Bu nə Hə, qədər Novruzun axırı, martın axırı paylaşacaq bu. Sən onu nəzərə alıb paylaşırsan. Hələ bugün ilk çərşənbəmizdir. Hal-hazırda su çərşənbəsidir. Video yəqin ki Novruzun axırları və yaxud da ortası, sonlarında, çox güman ki mart ayının axırlarında bu video paylaşılacaq. Amma hal-hazırda su çərşənbəsidir. Nurlan şirniyyatı yeyib demək istəyəndə əslində bunu Amma planlayıb. yemişəm. Bugün kifayət qədər yemişəm. Bugün. Ümumiyyətlə Nurlan, sən nə düşünürsən? İlk podkastlar artıq yayımlanıb, paylaşılıb, müəyyən qədər izləmə var. Xudmani bir izləyici var. Xudmani. Çox. Nə düşünürsən? Növbəti podkastlarımızın izlənmələrini sən nə fikirləşirsən? Maraqlıdır. Düşünürəm ki, zaman keçdikcə daha çox izlənmə ola bilər. Ki, olacağına inanıram. Çünki kifayət qədər maraq var. Hətta Instagramdan olsun, digər sosial şəbəkələrdən olsun kifayət qədər sorğular var artıq. Yəni filan mövzuları çək, yəni filan mövzularla bağlı müzakirələr olsun. Hətta dəvət edə biləcəyimiz qonaq təklifləri də artıq var kifayət qədər. Bu dediyin kimi podkastlarımız paylaşılmağa başladığımız dövrlərdən artıq geri dönüşlər gəldi. Hətta qonaq kimi dəvət edilməsini istənilən şəxslər də olub. Belə olduğu təqdirdə ortaya bir sual çıxır da. Abituriyent nə istəyir? Yəni yaxşı biz çəkirik, dəvət edirik yoldaşları da, sağ olsunlar dəvətimizi qəbul edirlər, gəlirlər, müzakirələrimizi aparırıq, faydalı olmağa çalışırıq. Əlbəttə. Amma faydalı olmağımızın belə deyək də qarşılıqlı olmalıdır. Bir tələbat olmalıdır ki, onun qarşısına nələrsə ərsəyə gətirilib təqdim olunada. Abituriyent nə istəyir? Hamısı üçün ortaq bir nə istəyir cavabını vermək çətindir mənim üçün. Ona konkret bir cavab verə bilmirəm, amma abituriyentə nə verməliyik? Buna bir konkret cavab vermək olar. Abituriyentə nəticə göstərməliyik. Yəni bunu etsən bu nəticəyə varacaqsan. Yəni bizdə çox vaxt abituriyentlər bu nəticəni görə bilmir. Yəni nə demək istəyirəm nəticə deyəndə? Məsələn, deyirik ki, oxu. Düzdürmü? Oxu deyirik. Amma nəticə vermirik. Ki, niyə oxusun? Hə. O niyənin detallarını izah eləmirik. Bax, abituriyent onu istəyir. Abituriyentə onu vermək lazımdır. Məncə razılaşıram müəyyən qədər. Sadəcə bir belə deyim, geniş pəncərədən baxdıqda əslində abituriyentlər nə istədikləri, niyə istədiklərini bilirlər də. Onlara uşaq vaxtından valideynləri davamlı təkrarlayır ki, oxu günan ki, gələcəkdə iş sahibi olasan, bir peşə sahibi olasan. Sadəcə burada bir incə məqam ortaya çıxır. Bir peşə sahibi olmaq üçün mütləq universitet oxumalı deyilsən də. Yəni bəli. hamı universitet oxuyacaq deyə bir şey yoxdur. Universitet oxumamaq, universitetə qəbul olmamaq hər şeyin sonu deyil. Burada bəzi elə peşələr var ki, onların universitetdə bir təhsili yoxdur da. Çilingərlik ola bilər və hətta bununla bağlı bir bizim bir səhifəmizdə paylaşım da olmuşdu. Səhifədəki paylaşım yəqin ki izləyicilər xatırlayar. Kifayət qədər də bir çox şəxslər tərəfindən izlənilmiş həmin paylaşım. Santexniklə bağlı olan bir paylaşım idi sözün açığı. Hə, eynən xatırladım. Evdə nəsə problem yaşanır. Başlayır axtarmağa ki, bəs bunu düzəltməyə bir adam axtarsın. Axırda bir usta tapır. Usta gəlir və oradan Küllü miqdarda müəyyən bir məbləğdə pul istəyir. Müəyyən bir məbləğdə pul istəyir. Bu adam ali təhsillidir, işləyir və o adam gəlir, hətta o adamı da müəyyən bir saatda çağırmaq istəyir. Onun vaxtı olmur, ustanın vaxtı olmur ki, deyir ki, mənim vaxtım yoxdur və s. və ilaxır və yaxşı da bir məbləğ deyir. Bu da fikirləşir ki, yaxşı mən oxumuşam, təhsil almışam, bu qədər əziyyət çəkmişəm və s. və ilaxır. Bu məsələn bu insan bir peşə sahibidir və məndən bəlkə də daha çox qazanır da. Yəni bu o deməkdir ki, sən universitetə daxil olmadan da normal həyat fəaliyyəti davam etdirə biləcək bir məbləğdə qazanc əldə edə bilərsən. Əlbəttə ki, bu peşələrə sahib olmaq şərtilə. Ona görə deyirəm, məsələ nədir? Yəni bu bilirsən bizim birinci mövzumuza qayıdır. Universitet təhsili vacibdirmi? Bir podkastımız vardı. Orada bu barədə, orada düzdür müzakirəni qoymuşduq universitet və digər tədris resursları üzərindən kurslar, internet resursları. Hə, orada da bu barədə müzakirəmiz olmuşdu ki, universitet vacibdir yoxsa yox. Amma yəni o müstəvidə biz dəyərləndirmişdik. Amma hal-hazırki müstəvidə baxanda həmin videonun özündən tam hər şey yerləşdirə bilmədiyimiz üçün mövzu kifayət qədər geniş bir mövzudur, kifayət qədər böyük, yəni müzakirə olunması bir mövzudur. Yəni indi bu mövzu ilə bağlı çox şaxələndim. Mən əslində demək istədiyim məsələ ondan ibarət idi ki, sən dedin ki, məsələn şagirdlərə niyə oxumalı olduqlarını biz izah eləmirik.
valideynlər izah edirlər ki, hə, oxumalısan ki, daha yaxşı şərait yarada biləsən, amma o dediyimiz məsələ də var da. Yəni sən universitetə daxil olmadan da müəyyən bir peşə sahibi olaraq, çünki önəmli olan burada bir peşəyə sahib olmaqdır. Bir hansısa bir işin peşəkarı olmaqdır. Bəli, baxın, məsələ nədir? Bu hər zaman bu şəkildə öyrədilmir uşaqlara. Məsələn, uşağa qarşısına məqsəd qoyulur ki, oxu. Oxu, sonrasını baxarıq, sonrasını düzəldərik. Oxu düzələr tərzində. Uşağın qarşısına bu məqsəd qoyulur və uşaq həmin məqsədə çatır. Hə, oxudu. Oxu universitetə gir, sonrası həll olunar. Oxudu, universitetə girdi. Vəsə. Uşaq deyir ki, bundan sonra nə edeyim? Qalır belə. Amma uşaq vaxtından etibarən niyə oxumalısan? Ümumiyyətlə oxumalısanmı, oxumamalısanmı? Bəlkə həmin uşağın elə bir əl bacarığı var ki, elə bir fərqli qabiliyyəti var ki, yəni bu adam oxumasa daha çox uğur qazanacaq. Yəni bunlara görə uşağı necə deyim, yönləndirmirlər. Təbii ki, hamı üçün keçərli deyil. Buna görə yönləndirilmir uşaq. Uşaq sırf oxu bir nəticəyə sonra vararsan deyilir. Ona görə uşaqlar universitetə girəndən sonra biraz istər iş məsələsi olsun, istər bir mövqe tapmaq olsun falan olsun, bu çətinliyi yaşayırlar. Ona görə uşağa yəni təməldən bəri doğru istiqaməti vermək lazımdır. Oxudakı qəsdin əslində universitetə girmək mənasındadır. Bəli, çünki oxumaq vacibdir. Orta məktəblər mütləqdir. Oxumaq deyəndə yəni universitetə daxil ol, o nəzərdə tuturam. Sən usta olsan belə. Onu qısa olaraq həmişə o şəkildə deyirlər də, oxu. Yəni ancaq bizə mən sən başa düşdüm. Öyrədən olur. Yəni universitetə gir. Yəni hamısını öyrədən budur, amma əslində olmalı deyil. Yəni sən ali təhsil almasan da, universitetə daxil olmasan da bir şeylər əldə edə bilərsən. Bəlkə daha artıqını, daha çoxunu əldə edərsən. Bu artıq göstərilməlidir abituriyentə. Sözsüz ki, o elədir. Mən sənə bir məsələdə kömək eləyim. Abituriyent nə istəyir məsələsindən bir-iki qeydimi özüm üçün aparmışam. Bir, uğursuz damğası almamaq istəyir. Aha. Çünki onların əslində qorxu deyirik. Məsələn üçün imtahana girəndə bir çox videolarda paylaşırıq. Bütün mütəxəssislər də bunu bildirirlər. Valideynlər də hər kəs bunu deyir də, qorxma və s. belə. Çünki imtahandan qorxurlar. Əslində burada imtahandan qorxmurlar. Qorxduğu nədir? Qorxduğu imtahandan sonrakı nəticədən qorxurlar. Özünün zəif nəticəsindən yoxsa cəmaatın uşağının yüksək nəticəsindən? Yox, cəmaatın uşağının bilirsən nə demək istəyirəm? Demək istədim onu ki, o qorxur. Ona görə yox ki, imtahandan keçə bilməyəcək. O qorxur. Ona görə ki, imtahandan keçə bilməsə, valideynləri ona nələr deyər? Ətrafındakı insanlar ona nələr deyər? Və yaxud da nələr deyəri qoydun bir kənara? Valideyn bəlkə heç nə deməz. Amma valideyn çox istəyir ki, o qəbul olsun. Amma şagird belə deyək də, qəbul olmadığı üçün valideyn onu danlamayacaq və yaxud da ona pis bir şey deməyəcək. Bəlkə də ona dəstək olacaq. Sadəcə o valideynin qarşısında özünü belə deyək də, pis duruma borclu hesab eləyə bilər, pis duruma düşmüş ola bilər də. Yəni peşmançılıq çəkə bilər. Onlar əslində uğursuz olmamaq istəyirlər də, belə deyək də. Maraqlı. Bir baxımından bu qeydimi aparmışam. Amma bu ikincisi. İkinci məsələ sən dedin ki, oxu deyirik. Niyə oxuyuram sualını cavab verə bilmir. Bu da əslində mən qeydiyyatımı almışam. Ona görə dedim ki, səndən də bu məsələdə razıyam. Sadəcə olaraq onlar üçün bir məqam bayaq dediyimiz məsələ ortaya çıxır da ki, sən bir peşəyə sahib olmaq, valideyn istəyir ki, övladı yaxşı bir yerlərə gəlsin, yaxşı nəticələr göstərsin, gözəl bir həyat yaşasın, rahat bir həyat yaşasın. Əlbəttə ki, ona görə onu oxumağa sövq eləyir. Amma digər məsələ bayaq dediyimiz məsələdir ki, yəni bunun üçün mütləq universitet oxumalı deyil də. Sən dediyin kimi uşağın hər hansı bir bacarığı ola bilər. Sən bunu uşaq yaşdan artıq onu görə bilsən. Bir növ onu yoxlamaq lazımdır da. Bir neçə peşələrdə yoxlamaq lazımdır. Mütləq bu adam təcrübəni yaşamalıdır fərqli sahələrdə. Görürsən ki, bu uşağın eynən sən dediyin kimi əl bacarıqları çox yaxşıdır. Məsələn, futbol oynamaq çox yaxşı bacarır məsələn. Qoy futbola, idman, hər hansı bir idman, güləşi məsələn çox gözəl bacarır. Güləşə qoymaq lazımdır. Boksu yaxşı. Yəni bunun uşağın bacarığını kəşf etməlidir də bir valideyn. Yəni mütləq onun üstünə oxumaq vacibdirmi? Vacibdir. Universitetə daxil olmaq vacibdirmi? Deyil. Bəli, deyil. İndi deyəcəklər ki, bəs bundan əvvəlki videolarda niyə görə universitetin vacibliyindən bəhs eləyirdin? Mən oradakı müqayisələrdə universitetlə digər oponentlərinin müqayisəsində universitetini tərəfinə tutmuşdum. Yəni universitet oxumaq vacibdir, çünki digərlərindən daha çox sənə şeylər qazandırırlar. Yəni abituriyentlər əslində istədiyi şeylər çox sadədir və rahatçılıq istəyirlər bir balaca. Ona görə məsələn abituriyentlər hər zaman arzulayırlar ki, universitetə girim, o qəbul imtahanından keçim, isbat edeyim ki, mən qəbul oldum, mən uğurluyam. Universitet vaxtında artıq rahatlayacağam. Amma o universitet vaxtının da özünə görə çətinlikləri var. Bəli, təbii ki, çətinliyi var. Elə universitet vaxtı demişkən, bu yaxınlarda, hətta keçən ay
bunun kiçik bir müzakirəsi olmuşdu. Amma tam elə təsdiqini tapmaya bilmirəm. Gələcək tapacaq yoxsa yox. Universitetlərdəki dərs saatı məsələsi var idi. 90 dəqiqədən aşağı salınmaq. 90 dəqiqədən 60-70 dəqiqəyə salınırdı. Salınmaq üçün təklif olunmuşdu, amma təsdiq olunmayıb hələ ki, bilmirəm. Bəlkə təsdiq olunacaq. Nəsə, universitet məsələsinə girmək istəmirəm. Məktəblər üçün bu məsələnin bir fikrini almaq istəyirəm ki, məktəblərdə hal-hazırda 45 dəqiqədir. Bir tədris saatı 45 dəqiqədir. Səncə bu bir dərsi qavramaq üçün yetərlidirmi? Yəni bir var ki, həftədə məsələn 5 dəfə riyaziyyat keç, hərəsi 45 dəqiqədən. Bir də var ki, 3 dəfə keç, hərəsi 80 dəqiqə. Səncə hansı daha yaxşı olar, hansı daha effektiv olar? 5 dəfə 45 dəqiqə. Niyə? Niyə? Çünki müddətin uzun olması istərsəməz yoruculuq yaşadır. Yorucu olur. Proses belə daha getdikcə sənin enerjin tükənir. Müəllimdir, qarşısında məsəl üçün fərz edək ki, 20 dənə şagird var. Bəs bu bəzi mövzular var ki, daha uzundur. Biz bir mövzunu daha yaxşı qavramağımız üçün, daha geniş izah edilməsi üçün daha uzun olması səncə daha yaxşı deyilmi? Üstünlükləri də var. Üstünlükləri də var. Amma burada bir məqam, məsəl üçün indi sən dediyin mənim ağlıma bir məqam gəldi ki, niyə görə müddətin az olmasını başqa arqument kimi onu deyə bilərəm ki, sən 80 dəqiqəyə, məsəl üçün riyaziyyatda elə bir mövzular var ki, indi məsəl üçün riyaziyyatdan söhbət edirəm, elə mövzular var ki, həddindən artıq çox böyükdür və onu uşağın qəbul eləməsi də çox ağır olur. Sən trigonometriya mövzusunu bir dərsə keçə bilməzsən uşağa. Uşaq onu anlaması çox çətinləşir. Etap-etap keçməlisən. Hissə-hissə. Sanki yemək yeyəndə birinci balaca. Vallahi hal-hazırda yəni situasiya elədir ki, məktəblərdə dərs izah edilir. Yəni uşaq onsa deyir ki, onsa hazırlıqda keçəcəm də bu mövzunu. Bu artıq başqa bir məsələdir. Bu yanaşma artıq biraz formalaşdırılıb. Bu artıq tamamilə fərqli bir mövzumuzdur. Bunun bir dəfə müzakirəsini edəcəyik. O ayrı məsələ. Ümumiyyətlə fikir olaraq sənin dediyin artıq belə deyir. Repetitorluq fəaliyyəti niyə bu qədər geniş vüsət alır, geniş yayılır? Sənin dediyin artıq bu məsələdir. Burada artıq dərsin keyfiyyətindən asılı olaraq dəyişə bilər. Burada biraz da psixoloji durumlar var ki, niyə görə bu insanlar gedirlər başqa yerlərdə, məktəbdə yox da başqa yerlərdə axtarırlar. Halbuki məktəbdə bunu pulsuz şəkildə əldə edə bilirlər. Bunu saxlayaq o zaman burada bu müzakirəsini bərpa edək. Geniş bir mövzudur. Bununla bağlı hətta mən düşünürəm ki, bir ekspertə çağırıb bu barədə daha ətraflı müzakirə apara bilərik. Amma sənin dediyin bu dərs müddəti məsələsindən universitetə gəlib danışarıq bu məsələlər, amma məktəblərdə mən düşünürəm ki, 45 dəqiqə yaxşıdır. 45 dəqiqənin də mənfi tərəfləri bir dənə ondan ibarətdir ki, şagird sayı çoxdur deyə müəllim eyni anda hər uşağa vaxtı. Çünki bir qrupda 20 nəfər uşaq var və hər birinin anlama, qavramaları, dərəcələri belə deyək də fərqli-fərqlidir. Biri ani qavrayır, çox rahat olur. Məsələn, mən həmişə məktəb vaxtında da o uşaqlardan çox belə deyək, bəyənmirdim o uşaqları. Məsələn, çətin mövzudur, müəllim izah eləyir. Mən tam başa düşməmişəm, artıq o başa düşüb. O məndən daha tez götürmə qabiliyyəti məndən daha tezdir də, bacarığı məndən daha yüksəkdir, anlaması daha güclüdür, sürətlidir də, beyni daha çox sürətli işləyir bu adamın. Daha tez öyrənir. Müəllimə deyirəm, hər şey əladır, öyrəndim. Müəllim də onun timsalını görür ki, heç kim də sən kənarda olanda, məsələn, sən deyirsən ki, mən yaxşı başa düşdüm müəllimi. Müəllim dərs danışır, sən deyirsən ki, okey, mən anladım hər şeydə. Mən qalıram, mən utanıram deyim ki, yox, mən başa düşmədim də. Yəni demək istədim o ki, bir qrupda bu tipli şagirdlər olur da. Bu çox normal bir şeydir. Yəni hamı eyni cür ola bilməz də. Zaten bir əlin 5 barmağı belə fərqlidirsə, insanlar da fərqli ola bilər. Onların anlama sürəti, informasiyanı emal eləməsi də və istərsəməz bu şagirdlərin bu cür 20 nəfərdən ibarət hər birində ayrı-ayrı keyfiyyətlərin olması, müəllim məcburdur onların hər birinə ayrı-ayrı vaxt sərf eləsin. 45 dəqiqə saatı yetməyə bilər. Mən nəyi düşünürəm, bilmirəm nə qədər doğru yanaşma. Təbii ki, bunun bir sistemi oturtmaq lazımdır. Bir var ki, dərs 45 dəqiqə olsun, həftədə məsələn 4 dəfə olsun. Bir var ki, dərsin biri tutaq ki, deyirəm, bir 60 dəqiqə, 70 dəqiqə olsun. Məsələn, həftədə olsun 3 dəfə. Yəni bu şəkildə olsa, həftəlik dərs saatlarını daha az eləsək, edilsə də olsa, eləsə deyəndə ki, edilsə, bu şəkildə olsa, daha çox zaman qalsa əgər şagirdlərə, hansı ki bu digər dərsdən kənar fəaliyyətlərinə, hazırlıqlarına daha çox zaman ayıra bilərlər. Səncə nə qədər effektiv olar? Bilmirəm.
bilmirsən, mən də bilmirəm. Çox Mən olsam bunu bu şəkildə eləməyi daha belə rahat görərdim. Çünki daha çox vaxtı qalardı şagirdin özünə. Onsuz da bu şagird məktəbdə deyil də digər yerlərdə hazırlaşmağa maraq göstərir. Çox qəşəng bir yerə toxundun Amma əslində. bilmirəm nə qədər. Çox qəşəng bir yerə toxundun. Mənim ağlıma nə gəldi? Məktəb sözü yaranma tarixçəsi. Məktəb əslində Yunan sözü olub, skolio sözündən yaranıb. Hətta bununla bağlı biz videolar çəkmişik. Skolio sözündən yaranıb və məktəb demək özün öyrənmə deməkdir. Özün öyrənmə deməkdir. Yəni sən özün məşğul olursan bir proseslə. Hətta Sokrat hər hansı bir mövzularla bağlı öz şagirdlərinə dərsləri izah edəndə və yaxud da onlarla nəsə öyrətməyə çalışanda bacardığı qədər şagirdlərlə müzakirə üsulu ilə onu öyrətməyə çalışırdı ki, o daha çox qavraya bilsin, daha çox tez öyrənə bilsin, daha yaxşı öyrənə bilsin. Yəni əslində məktəb çox zamanımızın böyük, o bir video yayılmışdı da, bir uşaq deyirdi, mən lap böyük adamlar kimi deyir, atam da deyir gecə saat 8-də gəlirəm evə, mən də deyir gecə saat 8-də gəlirəm deyir evə. Deyir məktəb bu qədər bir zamanını alırdı uşaqlarında. Bu böyük bir yükləmiş olur. Hətta bəzən hər il 15 sentyabr yaxınlaşanda bu məsələ müzakirə olurdu. Uşaqların çantasının ağırlığı uşaqların üst çəkisindən hardasa bərabər olur da. Yəni bu uşaqlara həqiqətən məktəbdə çox yüklənir. Amma yəni bilirsən nətərdə hal-hazırda hər şey çox sürətlə dəyişir, yeniliklər çox artır, informasiya boldur, uşaqlar bunu öyrənməlidir. Daha yaxşı öyrənməlidir. İndi yəqin ki, bunun da özünün meyarları var. Ona bir söz deyə bilmərik. Amma qaldı ki, 45 dəqiqə məsələsinə. Səncə? Məncə zamanın qısa olub dərs saatının çox olması yaxşıdır. Dərs saatı dediyim, yəni o dərs keçmə müddəti deyil. Sənə nə vaxt hansısa bir ortaq fikrə gələ biləcəyim hansısa məsələdə. Yəni bilirsən nətərdir? O bir şey var, məsələn 5 çubuğu birləşik şəkildə sındırmaq daha çətin, nəinki tək-tək. Mən bunu bu məntiqlə götürürəm də. Bir mövzunu bir şagird etap-etap öyrənməsi daha yaxşıdır. O ki, məsələn, öyrəndi, bunu təkmilləşdirdi. Bu növə yaxşıdır, keç o birisinə. Yəni sən bir uşağa toplamanı öyrətməsən, vurmanı öyrədə bilməzsən də. Vurma ilə də toplamanı eyni vaxtda öyrədə bilməzsən. Birinci toplamanı öyrənsin, sonra növbətidə vurmanı öyrədərsən. Etap-etap. Tamamdır. Mən şagird məsələsində bir məna alıram. Universitet məsələsində bəs. Əslində 80 dəqiqənin 60-70 dəqiqə azaldılması çox bir şey dəyişmir. Ya azaldılsa da olar. Zaten universitetlərə daha fərqlidir situasiya. Orada hansısa mühazirələrdir, mühazirələrdən öyrənilir və materiallar da onlayn verilir. Yəni əllə qələmlə oturub hər şey yazmır ki, zaten onlayn verilir, hər şey yazmırlar. Hələ də bəzi universitetlərimizdə mühazirələri müəllim oxuyur, şagirdləri yazır. Çox təəssüf. Ümumilikdə universitetdə mən düşünürəm ki, 80 dəqiqədən 60-70 dəqiqə salınması doğru bir seçimdir. Ola bilər. Yəni sən məktəblərdə saatın artırmasının tərəfdarısan, 45 dəqiqənin daha çox olmasının tərəfdarısan, amma universitetdə hər 60 dəqiqə olsa məncə idealdır. Yəni dərs saat da artsın, 60 dəqiqə olsun, universitetdəki də 60 dəqiqə. Yəni 1 saat məncə çox idealdır. Hə, universitetdə nə qədər məsələn hazırlıqlara belə uşaqlar getsələr, hazırlığın da ortalama saatı 1 saata gəlib çıxır. Hansısa bir əlavə kurslara da gedirsə ortalama onun üzərinə. Yəni 1 saat üzərindən bir tədris prosesini idarə edilməyi mən düşünürəm ki, yetərlidir. Ola bilər. Az olması yetərsiz ola bilər. İndi biz çox olması biraz yorucu ola bilər, amma ortalaması elə 1 saat. Məncə. Biz şey hazırlamırıq deyə, belə deyək də, material hazırlamamışıq deyə bunu dəqiq rəqəm demək çox çətin məsələdir. Təbii ki, bu rəqəmlər, bu saatlar, dəqiqələr seçiliblərsə, onların da bir təcrübəsi var. Yəni illərin təcrübəsinə dayanıb bu qədər dəqiqəni falan keçiriblər. Yəni biz kimsə nəsə səhv seçim eləyir, kimsə nəyisə səhv eləyir demirik. Sadəcə bu məsələ ilə bağlı mən fikirləşirəm ki, 1 saat olsa daha ideal olar. Mən məktəb vaxtıda, hazırlıq vaxtıda, ümumiyyətlə abituriyent olduğum dövrlərdə də hər zaman müəllim dərs danışanda orada öyrəndiyimdən daha çox evə gedib özüm o mövzu ilə bağlı çalışmalar etdikdə daha çox şey öyrənirdim. Sanki müəllim mənə bunun necə etməli olduğunu öyrədirdi. Yəni o ardıcılığı mənə göstərəndə ki, bu əslində bu tətbiq edib öyrənirdim. Tətbiq edib öyrənirəm. Zaten orada səhvlər çıxır, səhvlərdən də biz nələrsə öyrənə bilirik. Bizim abituriyentlərin ən böyük elədiyimiz, abituriyentlərin əksəriyyətinin ən böyük elədiyi səhv odur ki, o test tapşırıqları olur, hansı ki, testlər işləyirlər, 50 dənə məsəl üçün test işləyirlər. Orada fokuslanır ki, bu 50-nin neçəsi məndə düz oldu.
Məsələn 40 dənəsi düz oldu, 10 dənəsi səhvdir. Hə, 40 dənəsi düzdürsə hər şey əladır, 10 dənə səhvdir azdır. Halbuki biz diqqət eləməlilər ki, 10 dənə səhv niyə görə var? Mən hansı mövzularda səhv eləmişəm? O 10 dənə səhvi mövzularını çıxartsalar, məsələn A mövzusuna, B mövzusuna mən səhv eləmişəm, ona fokuslansalar, o 10 dənəni növbəti 50 test işləmdə 40 yox 45 doğru cavab çıxa bilər, 49 çıxa bilər, Təbii ki, artıq 50 çıxa bilər. Amma bizimkilər nə edirlər? Hə, 50-dən 40-ı düzsə, əladır hər şey. bəs eləyir. Bəs eləyir. Gedim istirahətimi eləyim. Sonra davam. Amma 10 dənə qalır kölgədə. Sonra o 10 dənə imtahanda sənin qarşısına biri çıxır və sən onu cavablaya bilmirsən. Bu da düzdür, bu video imtahandan sonra yayımlanacaq. Amma qabaqdan Orada gec olacaq artıq. Buraxılış imtahanı üçün gec ola bilər, amma qabaqdan qəbul imtahanları gəlir və zaten biz kanalda tövsiyə videoları da paylaşırıq. Əlbəttə. Oradan da izləyə bilərlər də, belə deyək. Bu öz yerində. Belə. Bu öz yerində mən səndən bir şey də soruşmaq istəyirəm. Buyur. Bir təhsillə bağlı bir xəbər qabağıma çıxdı. Bunu səhifədə də paylaşmışıq. Bununla bağlı biz bir podkast da çəkmişdik hətta. Hardasa yaxın bir mövzudur. Yüksək bal uğur göstəricisidimi? Aha. Gəl istəyirsən birinci oxuyum. Oxu. Ondan sonra Oxu sıra müzakirəsində. Ondan sonra belə deyək də yüksək balın uğur göstəricisi olub-olmadığına bağlı bizim də bir fikirlərimizi səsləndirək. Tamam, oxu. Deyir ki, qəbul balı yalnız başlanğıc göstəricisi kimi qiymətləndirilə bilər. Universitet tələbənin potensialını reallaşdırmırsa, yüksək giriş balı sadəcə statistik üstünlük təşkil edir. Universitetin həqiqi nüfuzu onun auditoriyalarına daxil olan gənclərin kim olması ilə deyil, məzun olduqda kimə çevrilməsi ilə ölçülür. Maraqlı. Dəstəkləyirsənmi? Yəni demək istəyir ki, sən neçə bal topladığın önəmli deyil. Sadəcə qəbul göstəricisidir. Bir statistik rəqəm, bir rəqəmdir. Önəmli olan deyir, universitet baxımından deyir, önəmli olan, hə, deyir sən o auditoriyaya qəbul elədin, məsələn 600 bal topladı, qəbul elədin, 500 bal topladı, qəbul elədi. O qəbul elədikdən sonra o auditoriyada uşaqlara nəyi öyrədirsən? Onlar sən bitirdikdə nə edəcəklər? Önəmli olan odur deyir. Razıyam. Düzdür. Bizdə biraz qəbul sistemindən xaricdəki qəbul sistemi eyni prinsiplə işləmir. Biraz daha fərqlidir bizdə. Bu reallığı nəzərə alaq. Amma məsələn, qəbul balının yuxarı olduğu universitetlərdə təhsil keyfiyyəti bəzən daha yuxarı olur. Qəbul balının yüksək olduğu universitetlərdə. Aha. Və aşağı olduğu universitetlərdə də ki, nisbətən daha zəif görə bilirik. Yəni məsələn, balım deyək, balımda qəbul balı yüksəkdirmi? Bəli, yüksəkdir. Təhsil keyfiyyəti yüksəkdirmi? Yəni statistika rəqəmlər, məzunların göstəriciləri, hansı ki, həmin göstəricilər üzərindən geçsək, nəticə var. Məsələn, iqtisad. Təbii ki, ixtisasa görə dəyişir. Qəbul varmı? Balı tutaq yüksək olan ixtisaslarda nəticələr də müsbət görünümlüdür. Yəni biz bunu görə bilirik əslində. Müəyyən qədər doğru fikirdir. Müəyyən qədər razılaşa bilirəm. Qısa şəkildə bunu necə deyə bilərsən? Yüksək bal uğur göstəricisidirmi? Yüksək bal əksər hallarda bəli, uğur göstəricisidir. Çünki dediyim kimi, yüksək bal yığanda daha yüksək təhsil keyfiyyətinə malik yerlərə təhsil ala bilirsən. Bu da daha yüksək bir nəticələrə vara bilməyin üçün bir yol açır. Ona görə bu fikirlə müəyyən qədər razılaşıram, bəli. Bəssə, razılaşırsan mı? Əlbəttə, keyfiyyətli bir yerdə oxumaq hər zaman sənə qazandırdığı şeylər olur sözsüz şəkildə, amma burada individuallıq yaranır. Məsəl üçün, mən çox görmüşəm ki, 600 bal toplayıb da və yaxud da ki, 300 bal toplayıb, 300 bal toplayıb, 200 bal toplayıb, amma 600 bal toplayandan daha yaxşı universiteti bitirdikdən sonra daha yaxşı bir sahədə çalışır, daha yaxşı. Əlbəttə, burada fərdi amillər mütləq önəmli rol oynayır. Sadəcə demək istədiyim bayaq nə idi? Uğur qazanma ehtimalını yüksəldir daha da. Yəni 600 bal qazanmısansa, yüksək keyfiyyətli təhsil almısansa, yəni təbii ki, ehtimal daha da çox olacaq. Biz universitetlərdəki dərs saatlarının aşağı düşürülməsi ilə bağlı müzakirəyə münasibətimizi bildirdik. Eyni. Amma bundan əvvəl universitetin müddəti, təhsil müddəti. Maraqlı. Məsələn, bu onsuz da hər il gündəmə gələn bir məsələdir ki, 4 il yox, nə bilim 2 il olsun, 3 il olsun, amma 4 ildən az olsun da belə deyək də. Hələ 5 il olanlar var. Hə, bəzi ixtisaslar məsəl üçün 5 il, bəzi universitetlərdə ixtisaslar 5 ildir. Sən nə düşünürsən? Yəni saatları qoyduq bir kənara.
universitetdəki tədris il baxımından, müddət baxımından qısaldılmalıdırmı, yoxsa 4 il kifayət qədər yaxşıdır? Bəlkə də düşünəcəksən ki, daha azdır. Bax, ixtisasa görə biraz yanaşma dəyişə bilər. Sadəcə nəyi düşünürəm mən? 4 ili fərzdəki 3 ilə sığdırdıq. Ya bəzi fənlər ixtisara getməlidir, ya da bəzi dərs saatları ixtisara getməlidir. Dərs saatları ixtisara getməyə problem deyil məncə. Və yaxud da ki, sıxlaşdırıla bilər dərs saatları, keçirilə bilər. Belə olacağı halda 4 ildən 3 ilə salınsa, dərslər daha çox belə sıx qrafiklə olsa, bunda mən problem görmürəm. Məncə ola bilər. Amma fənlərin sıradan çıxarılmağı məncə biraz yanlışlıq yarada bilər. Yəni biraz yanlış ola bilər. Bəzi ölkələr var ki, hansı ki onlarda 4 il deyil də, müddət daha azdır. Daha az, bəli. Mən bildiyim qədərilə bu yaxınlarda Türkiyədə də bu müddətin azaldılması məsələsi gündəmə gəlib. Hətta mən bildiyim qədərilə artıq orada qərar verilib, yanılmıramsa, 3 ilə düşürdülüb, səhv eləmirəmsə, yanılmıramsa. Bizdə də hər il bu müzakirə olunur, amma hələ də bir nəticə yoxdur. Sadəcə müzakirə olunur da, belə deyək də. Amma sən dəstəkləyirsən ki, 3 ilə düşürdülməsi daha yaxşı olar. Amma fənlər azaldılmasın. Say azaldılmadan, saat azaldılmaqla, əgər azaldılma olacaqsa, okey. Məncə ola bilər. Bu gün düşünürəm ki, çox mövzudan biraz kənara çıxdığımız nüanslar da oldu. Bir çox məsələni bu gün müzakirə etdik. Təhsildə olan bir çox məsələlərə öz münasibətimizi bildiririk. Digər mövzularımızdan fərqli olaraq digərlərində konkret bir başlıq var idi və onun üzərindən fərqli. Hal-hazırda aktual mövzu üzərindən müzakirə etməyə çalışırıq. Ən azından indilik aktual olan mövzular üzərindən müzakirə etməyə çalışırıq. Paylaşılanda aktual olmayacaq. Paylaşa düşünürəm ki, bu mövzular elə mövzulardır ki, bu hər zaman aktuallığını qoruyacaq təbii ki mövzular. Çünki ölkədə illərdir bu mövzular hələ də aktualdır. Hələ də müzakirə olunur. Və bu yaxın gələcəkdə də hələ də müzakirə olmağa davam edəcək. Amma belə təşəkkür edirik bizi izlədiyiniz üçün. Növbəti müzakirələrdə, növbəti çəkişlərimizdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Kifayət qədər artıq Seylədir, baxıb danışma. Kameraya bax, kamera. Keçən həftə müəllim dəvət eləmişdi. Çox normal danışmışdıq da, yəni. Mən o videonun birinci hissələrinə baxmışam. Problem səndədir. Sən gələndə bir yerdə. Sən yəni durma o tərəfə baxım danış. Nəsə sən davam elə.